Azərbaycan prezidenti İlham Əliyev Əbu-Dabidə Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunma mərasimində iştirak edib. Çıxışı zamanı Azərbaycan lideri mükafatın ona verilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Dövlət başçısı həmçinin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Biz, Ermənistan və Azərbaycan 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik. Mən bunu əvvəl də söyləmişəm. Bu xüsusi bir hissdir. Vaşinqtonda sammitdən sonra ABŞ prezidenti Donald Trump tərəfindən təşkil olunmuş görüşdən etibarən biz artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq. Bu aylar ərzində biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda digər sahələrdə işbirliyini genişləndirdik. Son 6 ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi genişləndiririk və Ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik, deyə dövlətimizin başçısı vurğulayıb.